Azərbaycanın və Dağıstanın xalq artisti, görkəmli ifaçı Zaur Rızayevin evinə gəlmişik. Buyurun, xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Nəvələriniz bunlar deyəsə. Bəli, bunlar mənim nəvələrimdir. Bu Fatimə xanımdır. Bu Aylindir, amma Ayluşa deyirik. Bu evinizdə ilk dəfədir Günün Sədası qonaq olur. Bu mənim oğlumun evidir. Zaur müəllim, imiclə sənəti səhv salıblar. Sən oxuyursan, bu saqqallar niyə lazım? Bir yandan saqqal sağlar, bir yandan açqı vurur, bir yandan cins giyinir. İstəyir məşhur olsun. İndi oxumaq üçün çıxmırlar. İndi sadəcə məni görsünlər, tanısınlar. Xalq artisti, benzersiz ses sahibi Zaur Rızayev. Dünyaya gelişiniz mübarek. Azərbaycanın və Dağıstanın xalq artisti, görkəmli ifaçı Zaur Rızayevin evinə gəlmişik. Bu günləri onun doğum günüdür. Xoş gördük Zaur bəy. Salam əleykum. Həmişə siz gələsiniz. Maşallah. Nəvələriniz bunlar deyəsə. Bəli, bunlar mənim nəvələrimdir. Bu Fatimə xanımdır. Bu Aylindir, amma Ayluşa deyirik. Bu evinizdə ilk dəfədir ki, qonaq olur. Bu mənim oğlumun evidir. Mən biraz başqa cürəm həyatdayım. Mən heç vaxt efirdə, necə deyim, görünmək xatirinə efirə çıxmamışam. Oxuduğum mahnılar tərbiyəli, çəkili mahnılar olub, əsərlər olub. Bileyim, babasının Yaponkasıdır bu. Yaponka, ha? Yaponka. Bir dənə bax, mənə bax. O işə nə var bana? 70 yaşında Zaur Rızayev öz-özünə nə arzulayardı bu yaşda? Bilirsən, həyat arzularla doludur. Mən artıq bu 70 ildə yetərincə yaşamışam. Düzdür, bunun 50'si minordur, 50'si majordur. Zaur Rızayevin o minorlu olan məqamlarına toxunsaq. Məsələn, elə məqamda mən özümə çəkilirəm. Heç kəsinə danışmaq istəmirəm. Kiminsə mən görürsən ki, dərdin özümə dərd eləyirəm. Mənim bu şeylər var məndə. Zaur müəllim, bu günləri sənət aləmində doğrudan da bir balaca sənətkarların nigarançılığı var. Zaur Rızayevin də mən bilirəm ki, bu mövzuda ürəyi doludur. Təsəvvürə gətirginən ki, məsələn, heç yerdə özünə yer tapa bilməyən adam, hansı ki, işləmək üçün hər cür yer var. Yəni, özün tez verir musiqiyə. Bütün canlıların səsi var. O demək deyir ki, canlılarda bir dənə bülbül oxuyur. İmiclə sənəti səhv salıblar. Tamamilə də indi oxumaq üçün çıxmırlar. İndi sadəcə məni görsünlər, tanısınlar, ora-qura dəvət eləsinlər. Mən sənət yoxdur. Sən oxuyursan, bu saqqallar niyə lazımdır? Heç bu tanınmır. Yazıq bir yandan saqqal sağlar, bir yandan açqı vurur, bir yandan cins giyinir. İstəyir məşhur olsun. Sən bu açqını çıxar, bunu təmizlə ki, sən gözəl bir əsər oxu ki, səni tanısınlar, sevsinlər. Mən istəyirəm ki, şamı belə üfürəsiz və arzu tutasınız. Bəli. Bir yerdə bunu istəyir. Zaur müəllim, nəvənizin sizə deyəsə bir hədiyyəsi var. Buyur. Baba, bu ne? Mən səni təbrik edirəm. Zaur baba. Kino Happy birthday, Zaur baba. Happy birthday, Zaur baba. Besmel. Ay sənə. İnsanlar cüt yaranıb deyirlər.
daha bir oxşarlığı araşdırdı və üzə çıxardı. Siz də bu kadrları görüb, yəqin ki, çox təəccüblənəcəksiniz. Biri qardaş ölkə Türkiyənin rejissor və aktyoru Taner Turan, Türkmen beyin kudretlisini sever Gündüz Bey. Senin eline öyle bir güç vereceğim ki itiraz etmeye ar edecekler. digəri isə Azərbaycanın xalq artisti, vokal ustadı Zaur Rzayev. Onların bu oxşarlığı bizim gözümüzdən qaçmadı. Görəsən Taner Turan bizim sənətkara bu qədər oxşadığını bilirim. Studiyamızda qonaq olan Zaur Rzayev bu təsadüfi oxşarlığa nə deyəcək? O, Azərbaycan musiqi sənətinə gəldiyi gündən səsi ilə fərqlilik yaratdı. Bu səs digərlərinə bənzəmədi. Zaur Rzayevin səsinin gücü qarşısında mikrofonlar belə tab gətirə bilmir. Həm məlahətlidir, həm də gür. Köynəyi sarı gəl mənə sarı tikanı yox eylə yaramı sarı. Zaur Rzayev muğam bilməyi ilə yanaşı vokal sənətində sözünü deməyi bacaran sənətkardır. Gənclik illərində həm özü sevilirdi, həm də adı. Zaur adında səhnəmizdə müğənni yox idi. Onu xalq səhnədə o qədər sevdi ki, hətta yeni doğulan bir çox körpələrin adını belə Zaur qoyurdular. O, keçdiyi sənət ömrünü boşa yaşamadı. Onun çiyinlərində sənətinə qiymət verən tamaşaçılarına keyfiyyətli, yadda qalan mahnılar ifa etmək kimi bir borcu var idi. Ona görə deyirlər ki, hər bir insanın, xüsusən də yaradıcı sənətkarın öz həyat hekayəsi olur. Günlərin, həftələrin, illərin şirinli acılı xatirəli ilmələrindən sətir-sətir cilvələnmiş ömür gündəliyi. Bu xatirələri o, sevənlərindən gizli tutmadı. Hər anını istər mahnıları ilə, istərsə də çıxışları ilə onlarla bölüşdü. Eşqin tələsini hər yanda vurdu, kəməndə düşməmiş. Övladlarına yaxşı ata oldu Zaur Rzayev. Sənəti o qədər mükəmməl idi ki, bu sənətdən ailə üzvlərinin təsirlənməməyi mümkünsüz idi. Ona görə də onun övladlarından biri Azər Rzayev atasının yolunu davam etdirmək qərarına gəldi. Opera sənətində Azər az nailiyyət əldə etmədi. Respublikanın əməkdar artisti vokal ifası ilə sərhədləri aşdı. Onun səs sorağı bugün ən böyük konsert salonlarından gəlir. Od kökü üstə bitər deyiblər. Bəli, Azər atasının layiqli davamçısıdır. Xalq artisti özündən sonra səhnədə məhz onu yerində görür. Bu neçə gün ərzində mən indi sizləri də görürəm televizorda, naməlini də görürəm. Yəni bizim o verilişə öz həvəsimiz də çoxdur. Orada mən özüm də çox çıxışlarım olub. Bizim dostluğumuz, yaxınlığımız, tanışlığımız hesablasaq bir 50 il var. Səmimi fikrimi deyim ki, Azərbaycanda yer qalmayıb ki, biz dönə-dönə konsertlərlə çıxışlarımız olmasın. Sonra xarici dövlətləri olmuşuq. Elə ən acı Yaponiyada 2 dəfə olmuşuq. Məndən xəbər tutur. Mən daha çox qoymuram onları. Narahat olsunlar ki, onlar narahat olanda mən də narahat oluram. Ayımız bərabərdir. Mən 24-də anadan olmuşam. O 28-də. Onu mən Azərbaycan xalqının
dərəcəli bir oğlu kimi ürəkdən təbrik edirəm, ailəsini təbrik edirəm. Yaxşı, oğlu var onun bir Azər oxuyan, bax, o da Azərbaycanı sevindirən oğullardan biridir. Mən Zauru görən kimi o filarmoniyanın qabağına gəlmişdi. Elə birinci dəfə ifa edən kimi dəvət elədim o qırağa, dedim ki, sabahdan bizi ilə istədim. Mən o bəylə sabahdan, mən o ilə sabahdan, yəni biz bir-birimizə qoşulduq və konsertlərimiz yarandı. Zaur bizim üçün elə indinin bu vaxtında vicdan haqqı deyim üstə ki, bir gün qismət olar bir də çəkilərik, onu canlı bir ifa eləsin. Elə bilərsən ki, bunun 25 yaşı var. O ki, qaldı Nana xanıma. Nana xanım Azərbaycan üçün çox iş görür və şəxsən bizlər üçün çox iş görür. Hələ özümüz onun başqa oğulları, xanımları çəkəndə də onlara baxıb dinləyirik. Özümüzü də çəkir vaxtı-vaxtında. Zaurun sənətində nə var? Həm muğam, həm mahnı janrı, həm vokal əsərləri. Bunlar hər müğənniyə qismət olmur. O vaxt filarmonik konsertlərində mənim yadımdadır. Deməli, Zaur tək konsert verirdi özü. Zaur Rızayevin iştirakı ilə afiş verilirdi. Orada mesela bir muğam oxuyurdu birinci şöbədə. Mesela rast muğamı. Sonra ikinci şöbədə təsniflər. Və yaxud da ki, Mirzə Hüseyn Segahı. Və yaxud da Şur, Çahargə bütün muğamları oxuyurdu. Xanəndə kimi qəbul olunurdu. Sonradan illər keçdikcə Zaur özünü bu mahnı janrında özünü sınadı. Gözəl də mahnılar oxuyub bütün bəstəkarların mahnılarını. Bizim görkəmli sənətkarımız böyük ustadla filarmoniya səhnəsində birgə konsert verməyə başladı. Zaurun özünə məxsus tamamilə başqa bir yolu var. Özü də yaxşı yoldur. Heç kim oxuya bilmədiyi yoldur. Çünki Zaur oxuyandan sonra da onu heç kim yamsılaya bilmədi. Zaur yolunu oxuya bilmədi. Həm çətin yoldur, həm şirin, həm yaxşı, həm vacib. Özünə məxsus yolla oxuyur və tamaşaçıların da sevimlisidir. Yaxşı sənətkarımızdır Zaur.